Qərbi Azərbaycan anlayışı həm coğrafi, həm tarixi, həm də siyasi baxımdan Azərbaycan xalqının yaddaşında və kollektiv şüurunda xüsusi yer tutur. Qərbi Azərbaycan ifadəsi əslində hazırda Ermənistan Respublikası adlanan, lakin tarixi olaraq min illərlə Azərbaycanlıların yaşadığı, mədəniyyətini formalaşdırdığı və irsini qoruduğu geniş bir bölgənin adıdır. Azərbaycan xalqı üçün Qərbi Azərbaycan torpaqları təkcə itirilmiş yurd yeri deyil, həm də milli kimliyin, tarixi ədalətsizliyin və gələcək inamın simvoludur. Uzun əsrlər boyunca burada yaşamış Azərbaycanlılar yalnız öz doğma torpaqlarından deyil, eyni zamanda zəngin, maddi mədəni və mənəvi irslərindən də ayrı düşüblər. Qərbi Azərbaycan bölgəsi tarix boyu müxtəlif imperiyaların, Urartu, Midiya, Əhəməni, Roma, Sasanilər, Ərəb xilafəti, Səlcuq, Monqol, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin hakimiyyətində olub. Bu torpaqlar əsrlər boyunca əsasən türk-müsəlman əhalisi ilə məskunlaşıb və burada Azərbaycanlıların böyük icmaları yaşayıb. 19-cu əsrin əvvəllərində Çar Rusiyası ilə Qacarlar arasında imzalanan Türkmənçay və Gülüstan müqavilələrindən sonra bölgənin siyasi statusunda ciddi dəyişikliklər baş verdi. Qərbi Azərbaycanın coğrafiyası deyəndə Mirzə Cəlilin Azərbaycan məqaləsinə bir baxmaq lazımdır və bu məqalənin girişində tarixi Azərbaycanın coğrafiyası çizilir. Bu coğrafiya təbii ki, bir ucu cənubda bugünkü Fars körfəzi dediyimiz Gəngər körfəzinə qədər uzanır, şimalda Dərbəndə qədər uzanır və eyni zamanda Borçalı, Qərbi Azərbaycan, bu ərazilər hamısı bütövlükdə Azərbaycanın tarixi coğrafiyasıdır və çox təəssüf ki, bu gün Azərbaycanın tarixi torpaqları demək olar ki, 7 dövlətin arasında bölüşdürülübdür. Və cənab Prezident Milli Elmlər Akademiyasının yubileyindəki çıxışında da bildirdi ki, biz o xalqlardanıq ki, sərhədlərimizin kənarında da, o tayında da Azərbaycanlılar yaşayır, soydaşlarımız yaşayır və eyni zamanda öz tarixi torpaqlarında yaşayır. Heç şübhəsiz bu tarixi ədalətsizlikdir və Qərbi Azərbaycan icması da bütün fəaliyyəti ilə soydaşlarımızın haqsız olaraq, bütün beynəlxalq qanunların ziddini olaraq qovulduqları ata-baba yurtlarına qayıtmaq uğrunda mübarizə aparırlar və bu bizim tarixi haqqımızdır, mənəvi haqqımızdır, insanlıq haqqımızdır və beynəlxalq hüquqa söykənən haqqımızdır ki, biz də buna nail olacağıq. Qərbi Azərbaycan bölgəsi indiki Ermənistan Respublikasının ərazisinə uyğundur. Əsas şəhərləri İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar, Şörəyel, Qarakilsə, Qəmərli, Abaran, Basar Keçər, Mehri, Qafan, Qarakənd, Ağbaba, Şəmşəddin, Pembək və başqaları tarixən burada Azərbaycanlıların sıx yaşadığı mərkəzlər olmuşdur. Ərazinin təbii şəraiti, dağlar, yaylalar, çaylar, göllər və münbit düzənliklər bura həm kənd təsərrüfatı, həm də ticarət üçün əlverişli mühit yaratmışdır. Çox təəssüf ki, 1918-ci ilin mayın 29-da bu ərazinin İrəvan xanlığına aid olan 9000 kvadrat kilometri ermənilərə güzəştə gedildi və İrəvan şəhəri siyasi mərkəz kimi ermənilərə verildi və bundan sonra ermənilər Azərbaycanın ərazilərinə iddia qaldırmağa başladılar və Sovet hakimiyyətinin ilk illərində bu 9000 kvadrat kilometri 29,8 min kvadrat kilometrə qədər genişləndirdilər və bu əlavə ermənilərin işğalı altına verilən ərazilər bizim Qarabağ xanlığının Zəngəzur mahalı oldu, Naxçıvan xanlığının Dərələyəz mahalı oldu, Gəncə xanlığının Şəmşəddin, Qaraqoyunlu, Dilican bölgələri oldu və eyni zamanda bizim Dağ Borçalı dediyimiz Loru mahalının 4 rayonu Ermənistana verildi və beləliklə ermənilərin Böyük Ermənistan yaratmaq iştahları qismən gerçəkləşdi və daha da artdı
və bütün Sovet dönəmində ermənilər bu coğrafiyada, yəni Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı siyasətini həyata keçirdilər. Yer adları xalqın tarixinin canlı izləridir. Qərbi Azərbaycanda rast gəlinən bir çox toponimlər türk mənşəlidir və təbiət, tayfa adları və ya həyat tərzi ilə bağlıdır. Bu adlar həmin torpaqlarda türk etnosunun köklü şəkildə yaşadığını göstərən mühüm dil faktlarıdır. Qərbi Azərbaycan zəngin toponim malikdir. Bu toponimlərə nəzər saldıqda Qərbi Azərbaycanın tarixini, etnik tarixini aydın şəkildə öyrənmək olar. Çünki toponimlər ərazinin tarixini öyrənmək üçün ən etibarlı qaynaqlardan, mənbələrdən biridir. Biz Qərbi Azərbaycan toponimləri üzərində apardığımız müşahidələr, təhlillər və digər tədqiqatçıların apardığı təhlillər nəticəsində bu qənaətə gəlirik ki, tam aydın şəkildə təsdiq edir ki, ərazinin köklü sakinləri Azərbaycandan olmuşdur. İstərdim ki, Qərbi Azərbaycan tarixinin öyrənilməsində Kitabi-Dədə Qorqud dastanının mühüm mənbə olduğunu dilə gətirim. Onunla üzərində dayanım. Kitabi-Dədə Qorqud dastanında 3 toponim Qərbi Azərbaycan adının tarixini özündə əks etdirir. Biri Göyçə gölünün adı, ikincisi Altuntaxtdır. Göyçə gölü hardan yaranır, hardan qaynaqlanır? Bütün tarixi mənbələrə mən nəzər saldım. Göyçə gölü Göyçay sözünün əsasında formalaşır. Göyçə gölünün suyu göm-göy rəngindədir. Göyçay, sonra da çay sözündəki y samitinin düşməsi və ça şəkilçi kimi sözə qoşulması nəticəsində Göyçə gölünün adı yaranır. Altuntax. Altuntax Kitabi-Dədə Qorqud dastanında xüsusilə vurğulanır. Deməli, Qazan xanının yaşadığı onun ərazisi olub və Altuntax harada yerləşir. Altuntax Kəvər rayonu ilə, yəni sonradan onun adını Kamo elədilər və Sevan rayonunun ikisinin arasında böyük bir dağlıq ərazidə yerləşirdi. Altuntax altun torpağın suxurunun rəngini özündə əks etdirir. Tax da yuxarıda olan təpəlik mənasını verir və onun adını əks etdirir. Qərbi Azərbaycan ərazisində kifayət qədər dediyimiz kimi toponimlərin bir hissəsi dəyişdirilməyə, mənəvi genosidin qurbanı olubdur. Bu bir neçə istiqamətdə həyata keçirilir. İlk Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi 1801-ci ildə başlayır və 1801-ci ildən 19-cu əsrin əvvəllərinə qədər olan dövr, 19-cu əsrin əvvəllərində hansı ki 1918-ci ildə Ararat Respublikası yarandı, 1918-20-ci illər arasında olan dövrdə toponimlərin dəyişdirilməsi, ikincisi 1920-ci, 30-cu illərdə toponimlərin dəyişdirilməsi və rəsmi şəkildə Ermənistan parlamentinin, Ermənistan Respublikası parlamentinin qərarı ilə 1935-ci ildən 1991-ci ilə qədər, hətta 2006-cı ilə qədər olan dövrlərdə Azərbaycan mənşəli, türk mənşəli toponimlərin adları dəyişdirilir. Hazırda Qərbi Azərbaycan anlayışı hüquqi, siyasi və milli problem kimi qalır. Azərbaycan dövləti və ictimaiyyətin gündəmində Qərbi Azərbaycanlıların tarixi yurdlarda qayıdış hüququ, tarixi ədalətin bərpası, mədəni irsin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması məsələləri durur. Son illərdə Qərbi Azərbaycan icması təsis edilmiş, deportasiya olunmuş ailələrin vahid qeydiyyatı aparılır. Tarix, arxiv və etnoqrafik materiallar toplanır. Azərbaycan xalqı Qərbi Azərbaycan xatirəsini və haqqını yaşatmaq üçün mübarizəsini davam etdirir. Zaman keçdikcə sərhədlər, dövlətlər və xəritələr dəyişə bilər. Lakin xalqların tarixi yaddaşı, mədəni izi və mənəvi irsi silinməməlidir. Keçmişi unutmaq, gələcəyi itirmək deməkdir. Çünki tarix yalnız keçmiş deyil, gələcəyin yaddaşıdır.